Qəbula düşmüş suallardır. Onları izah edirəm. Birinci 31-ci suala baxaq uşaqlar. Burada görürük ki, hava kənardan mərkəzə doğru gedir. Görürsünüz 760-dan 750-yə doğru əsir və burada görürsünüz ki, hava yuxarıya qalxır. Qalxan havanın olduğunu görürsünüz. Deməli, bu təbii ki, nə olacaq? Siklonu misal göstərmək olar. Burada da doğru cavab, məsələn, baxaq. Birinci, materikin mərkəzində alçaq təzyiqdir. Bəli, bax, görürsünüz kənarda 764-dir, mərkəzdə 756-dır. Deməli, bu düzdür. Cənub yarımkürəsinin xarakteridir. Şimal yarımkürəsində saat əqrəbinin əksinə fırlanır. Xeyr, bu şimal yarımkürəsi üçündür. Görürsünüz ki, saat əqrəbinin bu istiqamətində əksinə fırlanır. Materikin yüksək təzyiq sahəsi mövcuddur. Mərkəzində xeyir alçaqdır. Bu da getdi. 2-yi götürməyəcək, 3-ü götürməyəcək. Aydın buludsuz xeyir 5-i götürəcək. Tutqun buludlu hava şəraiti olacaq. Siklonlarda yağış çox yağır. Deməli, 31-ci cavabı A bəndi 1-dən 5. 32-ci cavabı. Dəmiyə əkinçiliyi üçün üstünlük təşkil edir. Suvarmada əsasən yay mövsümündə istifadə olunur. Təbii şəraitdə əkinçilik üçün əlverişsizdir. Deməli, dəmiyə əkinçiliyi üçün üstünlük təşkil edir. 1-ə gedəcək A. Mərkəzi düzənliklər. Çünki bura mülayimlərdir. Mülayimlərdə əsasən dəmiyə əkinçiliyi götürürük. Deməli, suvarmada əsasən yay mövsümündə istifadə olunur. Bu da Cənubi Avropadır. Niyə görə Cənubi Avropadır? Çünki qışda burada yağış yağır, yayı quraq keçir, yayda suvarma olacaq. Deməli, sonra təbii şəraiti əkinçilik üçün əlverişsizdir. Bax, Çukot yarımadası götürəcəyik. Soyuq ərazidir. Bir də Alyaska yarımadasını götürəcəyik. Cavab burada nə götürəcək? Y bəndi olacaq. 33. Hansı iqtisadi coğrafi rayonlardır? Quba Xaçmaz. Quba ərazisi Quba Xaçmaz. Bura Şəki, Zaqatala. Burada Naxçıvan. Deməli, burada bütövlükdə qalxma zonasında yerləşmirlər. Məsəl üçün, Samur dəvəçi var, Araz əyilməsi var, Şikanı xəritəsi var. Bu A getdi, ortaq. Yəni, 1 nömrə oxşar cəhətləri tapmalıyıq, 2 nömrə fərqli cəhətləri. Ərazisində alt belozu, məsəl üçün, Quba Xaçmazda yoxdur, B-də getdi. Neft, qaz yataqları Şəki, Zaqatalada, Naxçıvanda yoxdur. Suvarma şəraitində əkinçilik inkişaf edilmişdir. Yay otlu hündürlüyü üçün imkanlar mövcuddur deyir. Deməli, suvarma şəraitində əkinçilik inkişaf etmişdir. Bu, hər yeri götürmək olmaz. Yəni, üçünədir, məsələn, Şəki-Zaqatala olmaz. Çünki ora qışı quraq keçir, yayda yağış yağır. Y bəndi ərazisində, məsələn, dəmiyədir də, yəni. Hər yeri demək olmaz bu. Dəmiyə əkinçiliyidir. Y bəndi ərazisində buzlaqla qar sularıyla qidalanan çay var. Məsəl üçün, Quba Xaçmazda Samur, Qusar, Qudyal, Şəki-Zaqatalada dəmir aparan çay, Naxçıvanda da Gilan çay. Ona görə burada cavab Y bəndi olacaq. 33-cü cavab Y bəndi. 34-ə baxaq. Deməli, Göygöl, bəli, Göygöldədir, yerləşdiyi rayon. Hansı fiziki coğrafi rayondur? Gəncədir. Nə qorunur? Qarabağ Şamdan Xallı Maral. Biri götürəcəyik. Deməli, Türyançay Ağdaşdadır, Azonor Ceyrançaydır, Ardız və Saqqız ağacı, arıq meşələri götürəcəyik. 1, 2. Qızılağac İmişlidə deyil, Lənkəranda. Sonra Şirvan, Qorğu, Xeyir Neftçalana Salyandır. Qaragöl, Zəngilanda deyil, Kəlbəcər arasındadır. Götürməyəcək. 6-nı götürə bilərik və Kür Arazovunda da su quşları qorunur. 1, 2, 6 D bəndi olacaq. 35. Burada kəsmə yüksəklik baxaq. Məsələn, 140-dan 150 arasında kəsmə yüksəklik tapmaq olar. Neçədə kəsmə yüksəklik? 1, 2, 3, 4. 140-ı 150-dən 140-ı çıxacaq 10. 10. Bölək 4-ə nə qədər edəcək? 2,5. Kəsmə yüksəkliyimiz 2,5-dir. İndi burada A-nın hündürlüyünü tapmaq olar da. 1, 2, 3, 4. 4-ü vurum 2,5-ə eləcək 10. Yəni, bura bu horizontal 160 metrdən hündürdür. A nöqtəsi 160 metrdə hündürdür. Bax, burada var, B-də var, C-də var, C-də var, bax, D-də də deyir. Sonra Y-yə baxaq. İndi sonra düşür aşağıya doğru. Bax, B ola bilməz. Çünki bu qalxdı, düşdü. Amma burada yalnız A-dan düşür çaya doğru, sonradan qalxır B-yə. Məsələn, C ola bilər. Məsələn, D ola bilməz. Burada qalxma zonası var yenidən. Olmaz. Burada ancaq aşağı düşür. Məsələn, D olmaz. Y-də də B nöqtəsinə qalxıb sonradan təzədən düşüb. Fikir verin bu hissədə.
Belə bir yeri yoxdur. Və yaxud da başqa cür necə, yəni Y də olmaz. İndi başqa necə tapmaq olar? Məsəl üçün, B-nin hündürlüyü kəsmə üstəlik 2,5-dir. B-nin hündürlüyü 130-dan 132,5-in arasında olmalıdır. İndi hansı variantda ola bilər? Deməli, B-ni sildim. Niyə görə? Bu şəkildə getdiyinə görə. Deməli, C ola bilər. D-ni də 140-a yaxındır. B isə 120-yə yaxındır. Ona görə bunlar getdi, bir dənə qaldı C bəndi. Həm də D-ni demişdik ki, buradan düşür, burada qalxma hissəsi var deyə. Ona görə C bəndi deyəcəksiniz. Deməli, A hissənin mənbəyində havanın temperaturu 1,8, mənsəbində 24,3-dür. Çıxanda 24,3-dən 1, gəlin, məsələn, gəlin belə deyək də, burada bir dənə çayı çəkəyim, məsəl üçün. Havanın temperaturu mənbəyində 1,8 dərəcədir, mənsəbində 24,3. Düzdür? Uzunluğu isə 250 kilometrdir. Bu çayın uzunluğu 250 kilometrdir. Dərəsində əsasən bəşxulardır. Bəşxular əsasən dağlarda olur. Burada bizə işarə də verir. Deməli, bu gəl meyilliyini tapaq. Meyilliyini tapmaq üçün düşmə bölünsün uzunluqdur da. Düşmə bölünsün uzunluq. Burada düşməni necə tapaq? Temperatura görə tapaq. Bu mənbəyində 21,8, burada da 24,3 dərəcədir. Düşmə nədir? Mənbə ilə mənsub arasındakı fərqi deyil. Buranın hündürlüyü ilə buranın hündürlüyü arasında fərq. Gəl biz burada temperatur fərqini tapaq. 24,3 çıxırsın 1,8 dərəcə. Deməli, burada eləcə 22,5. 22,5 dərəcə eləcək. Deməli, temperatur fərqi 22,5-dirsə, 1000 metrdə bəs neçə metr eləyər? Yəni, belə başa düşmək üçün yazaq. Deməli, x metrdə də 22,5. Deməli, buradan da tapa bilərik ki, 22,5 dərəcə 3750 olmalıdır. 3750, bəli. Tapdıq 3750 metr. Düşmə temperatura görə tapdıq. Temperatur fərqi 22,5-dir, o da 3750 edir. İndi 3750 bölünsün, çayın uzunluğu nə qədərdir? 350. Heç bunu bölüb cavab tapmaqda heç yoxdur, çünki meyillik yoxdur bu variantların içərisində. Amma 3750-ni 250-yə böləndə eləyir 15. Meyillik nə qədər oldu uşaqlar? 15. Və biz də deyirik ki, birdən böyük olanda dağ çayıdır. 15-dir, çox dağ çayıdır bu. Deməli, bu meyillik 15-dirsə, deməli, bu nə çayıdır? Dağ çayı deyəcəksiniz. Birdən az olsaydı, düzənlik çayı deyəcəksiniz. Yəni, temperatur fərqinə görə düşməni tapdıq, böldüyüm uzunluğu elə də 15. İndi baxaq var. Dərəsində meandr ola bilməz. Çünki uşaqlar, bu dağ çayında olmur düzənlik. 2 götürə bilərik. Hidroenerji imkanlara malikdir, dağ çaylarında olur. Nəqliyyat ola bilməz, düzənlik çayında olur. Su ayırıcı ola bilməz. Çünki su ayırıcının hündürlüyü 3750 metr. Bu ola bilməz də 2228. Dağıdıcı fəaliyyəti üstündür? Bəli. Dağ çayı daxil. Dağ çayda da bu şəkildə olacaq. Cavab 2, 5, 6 B bəndidir. Sonra 53. Günəş şüalarının günorta vaxtı minimumu deyir, düşməsinin düzgün verildiyi. Deyir ki, 60 dərəcə şimal enliyinə özü düzgün verildiyidir. 60 dərəcə bucaq altında düşür. Azərbaycan 40 dərəcə şimal enliyində heç bu qədər minimum düşmür. Bu ola bilməz də, məntiqən heç oturub hesablamayın da bunları. 60 dərəcə şimal enliyində minimum 60 dərəcə bucaq altında düşə bilməz, daha kiçik olar. Amma 2 ola bilər. 2 ola bilər. 26 dərəcə cənub enliyinə 40,5 dərəcə bucaq altında düşə bilər. 3 ola bilməz uşaqlar. Çünki 34 dərəcə şimal enliyinə minimum 80 dərəcə düşə bilməz. Olmaz bu. 4-cü 45 dərəcə şimal enliyinə 48,5 dərəcə bucaq altında düşür. Bir də bunu baxarıq. Yox, bu da ola bilməz. Çünki Bakıya minimum 23,5 dərəcə bucaq altında düşür. Yəni, tapsız, yəni, yerinə qoya bilərsiniz də, yəni, omega bərabərdir 90 çıxısı, möhtəzdə 40 dərəcə şimal, çıxılsın 23,5, 23,5 dərəcə eləyir. Bakı minimum günəş şüasının düşmə bucağı yəni 48,5 dərəcədən yəni, ola bilməz də, yəni.
Məsəl üçün Bakıya qoyaq 90 dərəcə çıxılsın mötərizədə, 40 dərəcə çıxılsın 23,5, eləyir 16,5, 90-dan da çıxaq 16,5 eləyəcək. Yox, daha doğrusu orada toplamalı idim. 40-ın üstünə 23,5 gələndə 63,5 eləyir, 90-dan 63,5 gələndə 26,4, düz demişdim. Bakıya minimum günəş özünün düşüş %26,5-dir. Hələ Bakı 40 dərəcə şimal enliyində yerləşir. Amma 45 dərəcə şimal enliyinə 48 dərəcə bucaq altında düşə bilməz. Deməli, 5 doğrudur, ola bilər. 38 dərəcə cənub enliyinə minimum 28 dərəcə bucaq altında düşə bilər. 31 dərəcə şimal enliyinə də minimum 35,5 dərəcə düşə bilər. Yəni burada məntiq işlətmək lazımdır ki, 1 ola bilməz, 60 dərəcə şimal enliyinə bu qədər böyük bucaq altında minimum düşə bilməz. 3, 34 dərəcə şimal enliyinə bu qədər böyük bucaq altında düşə bilməz. 4 də ola bilməz. Bunu Bakıya görə də müəyyənləşdirə bilərik ki, Bakıya minimum 26,5 dərəcə bucaq altında düşürsə, 45 dərəcə şimal enliyinə Bakıdan şimalda da 45. Necə 48,5 dərəcə düşsün? Yəni 2, 5, 6-dır. Sonra exolotdan göndərilən səs siqnalı var. Birinci çökəkliyin dərinliyinə 3,6 saniyə gedib qayıdıb. İkinciyə isə 5,2 saniyə. Gedib qayıdıb ha uşaqlar, gedib dəyib dibə məsələn qayıdıb. Bizə dərinlik lazımdır. Məsələn bu 3,6 saniyə gedib dibə dəyib, sonra belə qayıdıb. Ümumilikdə neçə saniyə? 3,6 saniyə. Bizə dərinlik lazımdır. Bu 3,6-yı 2-yə bölüb, sonra 1500-ə vurmaq lazımdır. Çünki saniyədə nə qədər gedir? 1500 gedir. Bu ikincisini də elə bilərəm və yaxud da belə də elə bilərsiniz. Hələ 5,2-dən ikisini ayrı-ayrı da tapa bilərsiniz. Yaxud 5,2-dən çıxır 3,6-yı. Deməli, eləyəcək 1,6. Amma bizdə gedib qayıtma dediyinə görə bunu da bölək 2-yə, eləcə 0,8. Bölək bunu 2-yə, eləcə 0,8. Yəni saniyədə də 1500 getmirdi. Bunu vuraram 1500-ə. Eləcə 1200. Cavab eləcə 1200. Belə ayrıca da tapa bilərsiniz. 3,6 2-yə bölüb 1500-ə, 5,2 2-yə bölüb 1500-ə vurdunuz, sonra bir-birindən çıxacaqsınız, 1200 eləyəcək. Və yaxud da mən 5,2-dən 3,6-yı çıxdım, elədi 1,6, böldüm 2-yə, vurdum 1500, elədi 1200. Cavab edir 1200. 54-ün cavabı. 55. Uçqun mənşəli göllər uşaqlar bir özü də deyir ki, pozulmuşdur. Bir də pozulmuşdur. Çünki Göygöl uçqundur, amma Şahdağda deyil, Murovdağdadır. Bu götürəcəyik. 2 düzdür, götürməyəcəyik. 3 düzdür, götürməyəcəyik. Bəli, vulkanik yaylada yerləşir Qaragöl. 4 buzlaq Azunhur tektonik mənşəlidir. Buzlaq mənşəli deyil. Özü yan silsilədədir. Xeyr, bilirsiniz ki, Ceyrançın Azunhurda yerləşir. Uçqun Maragöl Murovdağ bu düzdür. 5 götürməyəcəyik. 6 reliktdir. Relikt. Bəli, Masazır Afşana bu da düzdür, götürməyəcəyik. Cavab burada 1 və 4-dür. 1-dən 4-dür cavab. 56. 56-ya baxaq. Deməli, doğru ifadələri müəyyən edin. İslandiya, Yapon adaları litosfer havaların divergent sərhədində doğru ifadələr edir özdə. Yaponiya və İslandiya adaları, məsələn, İslandiya divergentdədir, amma Yaponiya konvergentdə deyil. Biri götürməyəcək. 2. Filippin sahillərində yalnız bir okeandır, o da Sakit okeandır. 2 götürəcək. Kalahari səhradır da, ona görə qum düyünləri geniş yaylar. 3. 4. Alp dağlarının qırmızı xətti keçmir. Ona görə 4-ü götürməyəcək. Atlas dağları Alp-Himalay qurşağında yerləşir. 5. 6 da səhvdir. Avstraliyada yerləşirlər bunlar. Burada da qırşı fəali dağlar yoxdur. Deməli, burada cavab oldu 2, 3, 5. 2, 3, 5. 57. Deməli, Suxotalin kim verilir? Krım Alpdir, Cavan dağdır, Alp Qafqaz. Skandinaviya Kaledon Hersinə aiddir. Sonra burada gələk situasiya. Əslində burada Kaledon Hersində 10-cu sinifin kitabında burada yazmır. Yəni Kaledondadır, yoxsa Hersindədir. İkisinə də aid eləyiblər 10-cu sinif kitabında. Kaledon Hersində yaranan dağlar Skandinaviya dağlardır. İkisini bir yerdə götürdüyünə görə mən bunu həm C yazdım, həm də D yazdım.
Gəldik situasiyamıza. Burada bəzi testlər ötürüldü. Gəlin situasiyadan əvvəl burada 36-cı sual var. Deməli, qışı quraq keçən mülayim isti iqlim, bütün fəsildə bol yağıntılı soyuq iqlim, yayı quraq keçən. Deməli, burada bütün qışı quraq keçən mülayim isti iqlim, baxın burada D deyil, mən tez vaxt uzanmasın deyə D-ni götürəcək. Kiçik Qafqazın dağ-ətəyi və alçaq dağlıqları. 1-ə gedəcək D. 2. Bütün fəsilləri bol yağıntılı, soyuq iqlim. Baxın, Y-dir. Böyük Qafqazın cənub yamacının orta və yüksək dağlıqları. 3. Yayı quraq keçən soyuq iqlim. Yayı quraq keçən soyuq iqlimdə bir dənə Naxçıvanda duruyor. O da B gedir. 1-ə D, 2-ə Y, 3-ə B. O da A bəndidir. Gəldik 37-ci suala. 37-ci sualı tapmaq üçün baxaq. Ümumi əhali sayı verib. Kənd əhalisi bu qədərdir. Urbanizasiya səviyyəsini tapaq, özü də faizini. Burada şəhər əhalisinin faizini tapmalıyıq. Görək şəhər əhalisi nə qədərdir? 8 milyon 300 mindən çıxaq 3900, daha doğru 3 milyon 984 min. Əslində bunları sıfırları yazmasınız da olar. Mən sizə izah eləmək üçün deyirəm. Cavab eləyir, baxaq. 4 milyon 316 min. Deməli, şəhər əhalisi bu qədərdir. Faizini tapaq. İndi bu var, bu ümumi əhalini 8 milyon 300 mini, 8 milyon 300 mini 100%. 4 milyon 316 mini x faizi götürürük. Burada da eləyir 52%. X bərabərdir 52%. A bəndi. Yəni, kənd əhalisindən çıxdı, şəhər əhalisi oldu. Bu, burada 4316 şəhər əhalisidir. Bu, ümumi əhali 8 milyon 300 mini 100%-ə, 4 milyon 316 mini isə 2% elədi, 52%. Bu cavab elədi A bəndi. Yəni, şəhər əhalisinin faizini tapdıq. Gəldi 38-ci sual. Orta Araz vilayəti, Kür çökəkliyi vilayəti, Lənkəran vilayəti. Deməli, çay əmələ gəlmə məhdud olsa da, illik çay axımı böyükdür. Bu, Kür çökəkliyi vilayətinə aiddir. Niyə? Çünki burada çay əmələ gəlmir, düzənlikdir. Amma bura gəlib çaylar töküldüyünə görə, əsasən Kür çayına, ona görə illik çay axımı böyükdür. Deməli, Nival landşaft təbii ki, Naxçıvanda, Qapçıq, Orta Araz vilayəti. Sonra, ərazinin böyük hissəsi mülayim isti iqlim tipi hakimdir, Lənkəran. Niyə Lənkəran? Çünki orada yayı quraq keçən mülayim isti iqlim daha çoxdur. Yayı quraq keçən mülayim isti iqlim. Sonra, həm filiz, həm də qeyri-filiz olan bunların içərisində bir dənə Naxçıvandır deyəcəksiniz. B ilə D getdi Naxçıvana. Çünki bu bursalar burada filiz fayda Kür çökəkliyində və Lənkəranda filiz yoxdur. Deməli, ərazisində həm meşə, həm də meşə çöl landşafı sahələ qoruqlar, məsəl üçün, Toğay meşələri qorunur Kür çökəkliyi vilayətində. Buna gedəcək 2-yə gedəcək, Y gedəcək 2-yə. Deməli, cavab oldu nə? A bəndi. 1-ə B-də, 2-yə A, Y, 3-ə C. Sonra, iri daş kömür ixracatçıları, deməli, bax, carı götürəcəksiniz. Avstraliyanın qərbində çıxardılır, bir də ki, Rusiyada çıxardılır. 1-4-5 B bəndi deyəcəksiniz. Rusiyalarında yoxdur. Sonra bura baxaq. Daimi qar xəttini doğru fikirlər. K dağında 5000 metrdən başlayır. K dağında 5000 metrdən. El dağında isə qar xətti, yəni il boyu 0 dərəcə olur da, burada qar xətti. Bu hissələ buz olur. Burada 5500-dən başlayır. Bu isə 0 metr, 300 metrdən başlayır. Demək, el dağın demək olar ki, Arktika yaxındır. K isə ekvatora yaxındır. K dağının şimal yamacları, cənuba nisbətən aqroqlim ehtiyatı zəif təmin olunmuşdur. K dağının şimal yamacları cənuba nisbətən aqroqlim ehtiyatı bu ola bilər. Çünki cənuba günəş şüası çox düşdüyünə görə görürsünüz, qar xətti bu şəkildə yox. Deməli, deyim, K dağının şimal yamacları cənuba nisbətən aqroqlim ehtiyatı zəif təmin bu demək olmaz axı, bu ekvator tropika yaxındır. Olmaz. B.
K dağı şimal tropik iqlim qurşağında yerləşir. Bu da xeyir. Çünki şimal tropik iqlim qurşağı 3500-4300-dən keçir. 10-cu sinif kitabında belə öyrənmiş. C. El dağının yerləşdiyi paralel daha kiçik uzunluğa malikdir. Deməli bu dedik ki, Arktikə yaxındır da. Çünki 300 metrdən başlayır buzlaqlar. Soyuqdur. Buzlaq neçə metrdən başlayır? 300 metrdən başlayır. Buna görə bu Arktikə yaxındır deyə, Arktikə getdikcə paralellər kiçilir axı. Ekvator yaxınlaşdıqca paralel uzanır. Ona görə cavab C bəndi düzdür. El dağı paraleli daha kiçik uzunluğa malikdir. Çünki qütbə daha yaxındır. Cavab C bəndi. 41. Deməli, bu ölkə hansı ölkədir? Argentinadan söhbət gedir. Qərb hissəsinin əhali sıxlığı çoxdur. Xeyr, çünki qərb hissəsi Ant dağlarıdır. Şəkər çunduru, pambıq çutum əsasən bura deyil, mülayimindədir əsasən. Şəkər çunduru əsasən Avropadır. Məhsulda qırmızı qara var, çünki burada çöl torpağı var və Cənubi Amerikada məsələn Argentinanın torpağı qırmızı qaradır. Üçü götürdük. Subtropik iqlim qurşağına bərabər rütubət. Bəli, burada da çöl təbii zonası var ha. Subtropikin bərabər rütubətlənməsidir. Aralıq isə Çili hissələrinə bu sakit okean sahillərinə düşür. Demoqrafi keçidin birinci mərhələsi deyil. Bu inkişaf etməkdə olan ölkədir. Bu demoqrafi keçidin ikinci mərhələsidir. Çayların qidalanması yağış suları üstünlüyü təşkil edir. Niyə? Çünki məsəl üçün Parana çayı. Parana çayı Braziliya yaylasından başlayır. Yayda yağış yağır, dekabr, yanvar, fevralda yağışla qidalanır. Ona görə cavab C bəndi 3, 4, 6. Deməli, çay və kanal vasitəsilə çıxış yolu mövcud olan göllər. Xəzər, bəli, Volqa Baltik, Volqodan kanalı ilə Dünya okeanına çıxa bilərsən. Ontario, bəli, bu Şimali Amerikada böyük göllərdir. Müqəddəs Lavrenti ilə bu Dünya okeanına çıxa bilərsiniz. Onega Ladoqada orada Sivir çayı və Neva çayı ilə, yəni ki, oxumusa Volqa çayı, Ladoqa gölü, Onega gölü, Sivir çayı Fin körfəzinə çıxa bilirik. Cavab burada A bəndidir. Sonra 43-cü cavabı. Deməli, birdən A-dan bu istiqamətdə gedəndə nə çıxa bilər? Mil düzü, hərəmi düzü. Bax, burada yerləşir mil düzü, hərəmi düzü. Deməli, 1-ə gedəcək A. Birinci oldu A. İkinciyə baxaq. Vulkanik yayla getmə, Şirvan düzü, yan silsilə olar. Bax, burada Şirvan düzüdür. Burada da yan silsilədir. Gedəcək C. Bu tərəfdə isə, bax, görə Gəncə Qazax düzü, Oxçuçay buradadır. Olmaz. Qusar mavi düzənliyi olmaz. Kürəkçay, bəli, bu Göygölünün yaxınlığından da keçir. Bir də Şahdağ silsilədə ki, bu buradadır, Ermənistanla sərhəddə. Ona görə F gedəcək. A, C, F. Cavab C bəndidir. 44. Gəncə Qarabağ Şəmaq fiziki coğrafi rayonu qışın sonu, yazın əvvəlində niyə görə taxıl əkirlər? Çünki bura məsələn dağlıq hissələr düşür. Orada da qış soyuq şaxtalı keçdiyinə görə yazın əvvəli əkirlər ki, qışı görməsin. Yayda qalır, məsələn, yayın sonu payızda biçirlər. Qışı görəndə, məsələn, payızda əksərilə nə olardı? Qışı görəcəkdi. Hava necə olacaqdı? Soyuq olacaqdı. Ona görə cavab Y bəy. Soyuq olduğuna görə o taxıl əkinlər məhv olardı. Ona görə yazın əvvəli əkirlər ki, yerdə şaxtalı keçməsin. Şaxtalı keçdiyinə görə bitki şaxtalı keçir axı. Amma bu yazda əkəndə, yayda şaxtalı keçmir, hava yaxşıdır. Burada da məhv olmayacaq. Ona görə Y bəndidir burada cavab. 45. Baxaq bunlara. ÜDM bir ölkə 5800 düşür, o birisində 45000. Deməli, bu inkişaf etməkdə olan ölkədir ki, bu qədər az düşür. Buradan bilmək olar. Bu B ölkəsi inkişaf etmiş ölkədir. Çünki 45000 düşür. Yəni, buradan da bilə bilərsiniz. Əhalinin fəal əhali, iqtisadi düzənliyin fəallığı 55, 85. Aşağı yaş qrupuna baxın 38%-dir. Deməli, bu inkişaf etməkdə olanlardır, uşaqlar çoxu idi orada. Birinci sektorun çalışanlar payı 65%-dir, burada isə 15%-dir. Deməli, bu inkişaf etməkdə olan ölkələrdir. A ölkəsi demoqratik keçidin ikinci mərhələsindədir. Bu olar. Çünki inkişaf etməkdə olan ölkələr, Afrika ölkələri, demoqratik keçidin 4 də mərhələsi yoxdur, ikinci mərhələdə olar. Bunlar Afrika ölkələri, məsələn, ikinci mərhələdə idi. Deyir ki, 2-də B ölkəsi demoqrafi siyasəti azaltmaq üçün işlər görülür. Xeyr, B ölkəsində onsuz da təbii artmazdı. Niyə görə azaltsınlar ki? Bunlar təkcə artırmaq istəyirlər. Bu səhvdir. B ölkəsinin təbliğatın birinci tipi xarakterdir. Bəli, inkişaf etmiş ölkələr təbliğatın birinci tipidir. A ölkəsinin urbanizasiya prosesi daha intensivdir. Xeyr, bu kəsb ölkələrdə
vurmanız varlı ölkələrdə daha çoxdur məsəl üçün. B ölkəsi xidmət sahələri yaxşı təmin olunublar. Bəli, varlı ölkədir, inkişaf etmiş ölkədir. 1-3-5 əmtəə xarakteri ola bilməz. A ölkəsi çünki inkişaf etməkdə olanlarda əmtəli yox, istehlak tiplidir. 1-3-5 C bəndi. 46 ölkənin əhalisinin deməli baxaq məsələyə 12 milyondur. 1 ildən sonra 12,1 milyon olub. Görək əhali nə qədər artıb. Özü də deyir ki, bunun 40 mini mexaniki artımdır gələnlərin hesabına. Orta illik təbii artımı hesablayın. Yəni 1000 nəfərə nə qədər düşür? Görək biz bir ildə əhali nə qədər artıb? 12,1-dən milyondan çıxaq 12 milyonu. Burada cavab eləyəcək 100 min. Mən vaxt getməmək üçün daha qısa deyirəm. 100 min eləyir. Deməli 100 min əhali artıb, onun 40 minindəki mexaniki artımdır. Çıxar bunun 40 mindən. Eləcə nə qədər? 60 min. Deməli burada 60 min nədir? Təbii artımdır. Nətər yəni? 12 milyon əhali yox idi, 12 milyon. Bunun 60 mini təbii artımdırsa, 1000 nəfərə nə qədər olacaq? 12 milyona 60 minsə, 1000 nəfərə nə qədər olacaq? Bunları burada tapmaq lazımdır. Burada da ixtisar eləsi, deməli, cavab 5 edir. Deməli, 1000 nəfərə nə qədər düşür? 5, Y bəndi. Yəni, necə elədik? Deməli, 12 milyon idi, 1 ildən sonra oldu 12,1 milyon. Çıxdım, elədik 100 min. Deməli, 1 ilə nə qədər əhali? 100 min. Onun 40 mini mexaniki artımdır, yəni gələnlərin hesabınadır. Geridə qalan 60 min nədir? Təbii artım. Deyir ki, indi 1000 nəfərə nə qədər düşəcək? 12 milyona tənasib qurdum, 60 min düşürsə 1000 nəfərə nə qədər düşəcək? Eləcək 5, Y bəndi. 47. Xəritə sıxımda rəqəmə verilən ölkələrə aid xüsusiyyətləri müəyyən edin. Deməli, 1-3-5 təsərrüfat sahələri 1, deməli, Fransadır, yox, üzr istəyirəm, Almaniyadır, 3, Türkiyədir, 5, Avstraliyadır. Təsərrüfat hasılat payı üstündür. Xeyr, Almaniya bu deyə bilmərik. 1 olmaz. Məsələn, A getdi, burada B-ni götürənməli. 3, 4, 6 yalançı urbanizasiyadır. Bəli, 3, Türkiyə 4, Braziliya 6, Meksika, Braziliyada, məsələn, Favelidir, Latin Amerikasında, deməli 2-yi götürəcək. 2, 4, 6 Hind-Avropa dillərinin eyni dili. Deməli 2, İspaniya, 4, Braziliya, 6, Meksika. Hind-Avropanın roman dil qrupuna aiddir. 3-ü götürəcək. 2, 3, D bəndidir. 5-ə də baxaq. 1, 5, 6 federativdir. 1, Almaniya Federativ Respublikası, 5, Avstraliya Federativdir. 6 da ki, Meksika Federativdir. Cavab D bəndi. Gələk 48-ə asan suallardan biri deyil. Kəsmə yüksəkliyi müəyyən edin, çox asandır. Deməli, bura 370-dir horizontal, bu 340-dır. 370-dən 340-ı çıxacam eləyəcək 30. Neçə də boşluq var? 1, 2, 3. 30-u bölək 3-ə eləyəcək 10. Kəsmə yüksəkliyi eləyəcək 10. Və hansı yamaz dikdir? Sıx çəkilən yer dikdir. Burada, bax, bura deyək ki, cənubdur. Bura deyək ki, qərbdir. Bura hara olacaq? Cənub-qərb. Deməli, sıx yamac olan cənub-qərbdir, yəni ona görə dik olacaq, kəsmə yüksəkliyi də ki 10-dur. Cavab D bəndidir. Doğru olmayan ifadələri müəyyən edin. Ön Qafqaz tektonik çökmə, Böyük Qafqaz tektonik qalxma eyni təbii vilayətdədir. Bəli, Böyük Qafqaz vilayətindədir. Bizdə olmayanlar lazımdır axı. Bir düzdür götürməyəcək. Birdən hansı variantda C, D götürməyəcək. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün dağlıq ərazidə Filiz Faydaqazın geniş yayılır. Xeyr, hamısını deyə bilmərik bunu ki, Kiçik Qafqazın bütün dağlarında, silsilələrində Filiz Faydaqazlar var. 2 götürək. Sonra orta ərəz əyilməsi zonasında deyir ki, qara metal xammalı var. Elə bir şey keçməmişik, yoxdur. 2-3 cavab düzdür, B bəndi. 2-3 yəni səhvdir, onları götürəcək. 4. Arid Endosyan var. Məsələn, Alçınahal Ceyrançöl, Kürt dağları arası çökəkliyində 4 düzdür götürməyəcək. Sürüşmə elə ən çox Böyük Qafqazda olur sürüşmə. Ona görə 5-i də götürməyəcək. Ona qaldı B bəndi. Gəldik 50-ci suala. Sənaye tullantılı Volqa axını çirkləndirir. Volqa boyunda yerləşən Tataristandır. Ona görə Volqaçanı çirkləndirərlər. A getdi Tataristana. Ərazidə yenidən fəallanmış dağlar var. Xakasiya. Burada məsələn Sayan dağları. Altay Tıva, Tianşan Altay Sayan dağları bu Xakasiyaya aiddir. Ona görə B gedir. Qırşıfali dağlar da onlar. Yenidən qalxmış dağlar deyirlər ona. Şimal Qafqaz regionunda yerləşir. Burada Kabarda-Balkar, Qaracay Çərkəz də var burada. 3-ə gedir.
Dağ turizmi inkişafına əlverişli şəraitə malikdir. Təbii ki, dağlarda olan, Qafqaz dağlarında olan Kabarddə-Balkardır. Seysmik cəhətdən sabitdirsə, seysmik cəhətdən sabit Tatarstandır. Çünki harda yerləşir? Şərqi Avropa düzənliyində yerləşir. Orada geoteknikal deyil, platformadır. Cavab oldu Y bəndi. Baxa bura. Afrikada yayılmışdır. Çöl yoxdur. Ona görə bir gedəcək birə A gedir. Deməli, Parana çayının hövzəsində yayılmışdır. Çöllə savanna olacaq uşaqlar. Codyarpaqlı Sakit Okean sahillərində deyək ki, buradadır. Oradan Parana keçmir. Parana buradan keçir. 2-yə gedəcək B bəndi. Deməli, tropik hava kütlələri deməli 1-ə A, 2-yə B gedən, 1-ə A, 2-yə B gedən ya B olacaq, ya C bəndi olacaq. Deməli, tropik hava kütlələrindən təsirinə məruz qalır. Tropik hava kütlələri ya subtropikdir, ya da subekvatorialdır. Deməli, bu gedəcək hamısına. Niyə görə? Savanna subekvatorialdadır, qışda gəlir. Codyarpaqlı subtropikdədir, yayda gəlir. Məsələn, meşə çöl subtropikdədir, axı orada da yayda gəlir. Ona görə hər ikisinə gedəcək. Deməli, Avropa qitəsində yayılmışdır. Savanna yoxdur. Ona görə 3-ə gedəcək uşaqlar. 3-ə gedəcək, savanna da yoxdur axı. Sonra Cənub-Şərqi Asiya regionunda rast gəlinmir. Codyarpaqlığına Cənub-Şərqi Asiya, məsəl üçün, bu ərazilərdə, Çin yarımadası, bu meşə çöllə codyarpaqlıdır. Savanna var amma. Ona görə 3-ə gedəcək Y. Cavabı tapmışıq, cavab B bəndidir. Kənd inkişafına əlverişli aqronomi ehtiyatı var, hamısında əkinçilik inkişafı eləyə bilər. 4-ə gedəcək. İndi keçək situasiya. Situasiya. Deməli, diqqətlə baxaq. Ovalda yerləşən məntəqənin günorta vaxtı günəş şüasının düşmə bucağı 6,5 dərəcə. Yəni omegası 6,5 dərəcədir. Yəni burada yazılır. Həmin gün 40 dərəcə cənub enliyinə 73,5 dərəcə bucaq altında düşüyor. Buradan uşaqlar siz zenitdə olduğu enliyi tapa bilərsiniz. Gəlin tapaq. 73,5 dərəcə bərabərdir 90 çıxılsın mötərizələ. Enliyi 40 dərəcədir. Mən bu enliyi, zenitdə olduğu enliyi cənub deyirəm. Çünki 40 dərəcə cənub enliyi görürsün nə qədər böyük bucaq altında düşüb. Deməli, bu zenitdə olduğu enlik də cənubdur deyə, bu da cənubdur. Zenitdə olduğu enlik də cənub olduğuna görə, ikisi də eyni enlikdə olduğuna görə çıxıram. 40 dərəcə çıxılsın A. 90-dan 73,5 çıxanda eləcək 16,5. A-nı tapmaq üçün 40-dan 16,5 çıxanda eləcək 23,5 dərəcə cənub enliyi. Günəş deməli harda zenitdədir? 23,5 dərəcə cənub enliyində zenitdədir. Düşmə ucu 70. A məntəqənin yerli vaxt Bakı şəhərinin yerli vaxtından 80 dəqiqə irəlidədir. İrəlidəsə deməli şərqdədir. Bakı 50-dədir. Bu isə şərqdədir. Özdə nə qədər vaxt fərqi var? 80 dəqiqə. 80 dəqiqə dərəcə çevirmək üçün uşaqlar 4-ə bölürəm də. 1 dərəcəmiz 4 dəqiqədir axı. Bölürəm 4-ə eləyir 20 dərəcə. Bakıdan 20 dərəcə şərqə gedəndə gəlib çatacaq 70 dərəcə şərq uzunluğuna. Məntəqənin uzunluğu 70 dərəcə şərq uzunluğudur. Məntəqəyə aid ölkədə həm platforma var, həm geoteknik ərazi var. Bu ölkədə bol sulu çaylar, şirin sulu göllər zəngindir. İnzibati ərazi quruluşu Avstraliya ilə eynidir. Avstraliya federativdir özdə, o da bir yadımıza salaq. O deməli bu ölkədə federativ olmalıdır. Ölkənin ərazisində həm əsasən həm də keçici iqlim qurşağı yayılmışdır. Deməli, bu ölkədə müxtəlif geoloji ərazi yayılmışdır. Ölkədə onun ərazisində böyük hissəsinin aid olduğu qitənin ucqar şimal və şərq nöqtələri yarımadalarda yerləşir. Baxın, bu ölkə Rusiyadır. Rusiyanın şimal ucqar nöqtəsi Çelyuskindir. Taymır yarımadasındadır. Şərqi ucqar nöqtəsi Dejnyovdur. O da Çukot yarımadasındadır. Və ora günəş şüası 6,5 dərəcə bucaq altında düşə bilər, çünki şimaldadır. Belə. İndi orada deyilənlərə görə mən sizə cavabları deyəcəm. Deməli, cavab oldu nə? Rusiya. Məsələn, sual olub ki,
Burada hansı tarixdir? İndi bu hal-hazırda olan tarixi soruşur da. Təbii ki, 22 dekabr yazacaqsınız. Birincinin cavabı nədir? 22 dekabr. Tarixi soruşur. 22 dekabr və yaxud da qış gündürmü? Yəni 58-dən danışırıq. Enliyi də soruşur, uzunluğu. Uzunluğu tapdıq uşaqlar burada. 70 dərəcə şərqi uzunluğudur. 70 dərəcə şərqi uzunluğudur. Enliyi də tapa bilərik. Gəlin tapaq. Deməli, harda zenitdədir? 23,5 dərəcə cənub enliyindədir. Omega da 6,5-dir. Gəlin tapaq. 6,5 dərəcə bərabərdir. 90 dərəcə çıxırsan. F şimaldadır axı. Bu şimaldır. Zenitdə olduğu enlik cənubi olduğuna görə bunun üstünə gələcəm. 23,5 üstünə gələcəm. 6,5 bərabərdir. 90 çıxsın. Mötərizədə F plus 23,5. Niyə görə plusdur? Bu Rusiya şimaldadır. Zenitdə olduğu enlik cənubdadır. Ona görə toplamalıyıq. F plus 23,5 deməli 90-dan 6,5 çıxanda eləyəcək deməli 83,5 83,5 F-ni tapmaq üçün də 83,5-dən 23,5-i çıxanda eləyəcək 60 dərəcə şimal enliyi. Enliyi də tapdı uşaqlar. 60 dərəcə şimal enliyi. İndi baxaq. Demək 70 dərəcə şərq uzunluğu, 60 dərəcə şimal enliyi. Sonra nə soruşub? Həmin ölkənin məsələn əsasən yerləşdiyi qitə nə deyəcəksiniz? Məsələn Asiya qitəsi deyəcəksiniz. Asiya qitəsi yazılmalıdır. Bu belə 58-ci sual bu idi. Bu 58 idi. 59-da deyir ki, Mezozoy dağlarıdır. Məsələn, həmin ölkədə, Rusiyada da, yəni çox güman ki, ölkənin adında yazmalıdır Rusiya. Mezozoyda yerləşən Verxoyansk, bir də Çerskini yaza bilərsiniz. Mən qısa yazıram. Çerski yazmaq olar. Mezozoyda yerləşirlər. Orada yerləşən deyir 2 dənə yarımada soruşub. Məsəl üçün Taymır yazı bilərdiniz. Çukot yaza bilərdiniz. Kamçatka yaza bilərdiniz. Uşaqlar mən tələsik yazdığıma görə Kamçatka da yaza bilərdiniz. Belə. Sonra qitənin ucqar şimal və cənub nöqtələri yaza bilərsiniz ki, Çelyuskin soruşum onu, həmin qitənin Çelyuskindir şimal ucqar nöqtəsi, Çelyuskindir. Şərqi ucqar nöqtəsi isə Dejnyovdur. Yazacaqdır Dejnyov. Sonra nə soruşub? Orada yerləşən bir də düzənlik vaxtı ovalıq. Məsələn, yaza bilərdiniz Qərbi Sibir ovalığı. Oradan da axan çay Ob çayı. Gölləri də Ladovqanı, Onega gölləri yaza bilərsiniz. Belə. Mən biraz daha tez sürətlə izah elədim. İndi başa düşmüsünüz. Uğurlar.